İnsan təbiətinin ən fundamental qanunu özünü qoruma instinktidir. Əgər kimsə bizə fiziki zərər vermək, bizi qarət etmək və ya canımıza qəsd etmək istəyirsə, bizim özümüzü müdafiə etmək üçün tam ixtiyarımız və mütləq hüququmuz da çatır. Bu müdafiə anında bizə hücum edən tərəfi şikəst etsək, hətta öldürsək belə, biz qatil sayılmırıq. Etdiyimiz canilik deyil, sadəcə qanuni özünü müdafiədir. Bu halda biz nə Allah qatında günahkarıq, nə də qanun qarşısında da məsuliyyət daşımırıq. Çünki özümüzü qorumaq bizim ən təbii haqqımızdır. Əgər qatil olmayaq deyə səssiz qalsaq, o vəhşi bizi məhv edəcəkdir. Bizə edilən hücum bizə müdafiə haqqı qazandırır. Bu gün kimi aydındır və siz özünüzü müdafiə etdiyinizi qanun qarşısında da sübut edəndə siz heç bir məsuliyyət daşımırsınız. Lakin bizim ən böyük və ən acınacaqlı səhvimiz buradadır. Biz bu müdafiə haqqını yalnız əlbəyaxa döyüşdə, fiziki toqquşmada qəbul edirik. Halbuki insana, onun həyatına, sağlamlığına və gələcəyinə vurulan zərbə təkcə silahla və ya yumruqla olmur. Zərər həm də sosial, iqtisadi və mənəvi yollarla vurulur. Lakin bizə birbaşa fiziki hücum olmayanda biz özünü müdafiə haqqımızdan istifadə etməyə cəsarət etmirik. Həm sistemdən, həm də Allahdan qorxub geri çəkilirik. Bəs niyə? Niyə dərk etmirik ki, bir bədhaq fiziki hücumda yalnız bir nəfəri yaralaya bilərsə və yaxud öldürə bilərsə, qeyri-fiziki yollarla minlərlə insanın həyatını, gələcəyini və sağlamlığını da məhv eləyə bilər. Ailələri darmadağın edə bilər. Qeyri-fiziki hücum sizin dəyərlərinizə, sosial vəziyyətinizə və mənliyinizə yönəlir. Siz özünüzü bu hücumlardan müdafiə etməməklə əslində o cinayətlərin artmasına şərait yaradırsınız. Sakit qalmaqla özünüzü müdafiəsiz qoyur, şəri alqışlayır və pis adamların cəmiyyətdə xərçəng kimi çoxalmasına səbəb olursunuz. Unutmayın, mənəviyyatınıza və gələcəyinizə edilən hücum canınıza edilən hücumdan daha təhlükəlidir və müdafiəsi də eyni dərəcədə qəti olmalıdır. Təsəvvür edin, hansısa bir qadın və yaxud da bir kişi sizin həyat yoldaşınızı yoldan çıxarır. İsti ocağınıza su tökür, ailənizi darmadağın edir, mənəviyyatınız ayaqlar altına atılır. Şərəfiniz ləkələnir, yuvanız dağılır, nəticədə uşaqlarınız atasız, anasız böyüməyə məhkum olur. Boyunları bükük qalır. Həm sizin, həm də o məsum körpələrin psikikası pozulur. Gələcəyiniz əlinizdən alınır. İndi mənə deyin, bir insan üçün bundan böyük hücum, bundan ağır zərbə nə ola bilər? Kimsə sizi qarət edəndə sadəcə pulunuzdan olursunuz. Amma həyatınızı, ailənizi və gələcəyinizi məhv edən o adamın qarşısında siz əllərinizi cibinizə qoyub sakit dayanmağa məcbur edilirsiniz. Çünki mövcud sistemdə bu cür mənəvi cinayətlər fiziki hücum sayılmır. Siz özünüzü, namusunuzu və yuvanızı müdafiə etmək istəyəndə qanun sizin qolunuza qandal vurur, sizi borclu çıxarır, hələ bir Allah qatında da güya günahkar sayılacağınızla hədələnirsiniz. Burada insanları qınamaq da olmur, çünki dövlətlər və qanunlar bu nöqtədə nəhəng bir boşluq buraxır. Fiziki hücumda özünü müdafiə etmək haqqınız tanınır. Lakin namus düşməni biqeyrətlər və həyat yoldaşını aldatmağı azadlıq sanan əxlaqsızlar cəzasız qalır. O biqeyrətlər heç bir məsuliyyət daşımır. Amma siz mənəvi hücumu dəf etmək istəyəndə sistem sizi cinayətkar elan edir. Söhbət təkcə namusdan getmir. Söhbət ümumi əxlaqdan və haqqı yeyilən insanlıqdan gedir. Haqq yeyənlər, ailə dağıdanlar, mənəviyyat qatilləri, hamısı qanunların bu boşluğundan istifadə edib öz murdar əməllərinə davam edirlər. Əgər qanunlar mənəvi və qeyri-fiziki hücumu fiziki hücumla bərabər tutsaydı, yəni fiziki hücumdakı kimi sizin də əks həmlə, anidən əks əmlə etməyiniz qanuniləşsəydi, əgər bir ailənin dağıtmağının cəzası bir cana qəsd etməklə eyniləşdirilsəydi, dünyada şər dediyimiz o iblisin anası ağlar qalardı. Mən Allaha da, onun peyğəmbərinə də, kitabına da qurban olaram. O müqəddəs kitabı 23 il ərzində nazil olub və bircə boşluq belə buraxmayıb. Amma insanlığın qurduğu dövlətlər 5000 illik tarixləri boyu minlərlə qanun, qayda yazsalar da, hələ də o qanunlardakı boşluqlar nizam yaratdığı qədər də xaosa səbəb olur. Təsəvvür edin, kimsə sizi söysə, şərəfinizə toxunsa, sizə fiziki hücumdan başqa hər cür mənəvi zərbə vursa, siz ona heç nə edə bilməzsiniz. Sizin tək yolunuz onu məhkəməyə verməkdir. Və əgər siz sadə vətəndaşsınızsa, yəni orta təbəqədəsinizsə,
ələxsusda kasıbsınızsa və nəticədə siz də elə o alçaq kimi məhkəmə, polis və vəkil əlində sürünəcəksiniz. Üstəlik də sizdən sübut tələb edəcəklər. Çünki mövcud sistemlər ədalətə yox, soyuq dəlil sübuta baxır. Zaman keçir, duyğular soyuyur, ruhunuzdakı o yanğı sönür və vaxtında verilməyən cəza əslində verilməmiş cəza olaraq da qalır. Qanunların mənəvi və qeyri-fiziki hücuma dərhal anında cavab vermək mexanizminin olmaması əsl xaotik vəziyyəti yaradan amildir. Deyirlər ki, qanun mühakiməsi olmasaydı, insanlar qol və pul gücünə əsl xaos yaradardı. Amma onu da bilin ki, qanunların qeyri-fiziki hücuma qarşı cavab həmləsinin məhdudlaşdırılması namussuz, əxlaqsız və vicdansız insanların cəzasız qalmasına rəvac verir. Onlar cəzasız qaldıqca ömür boyu yaşayıb cəmiyyətə pis nümunə olurlar. Neçə-neçə insanın, ailənin və uşağın gələcəyini məhv edirlər. Qızların namusuna keçirlər. Cəzasız qaldıqca insanlar alçaqlığa göz yummağa məcbur olur. Halbuki alçağın cəzası isti-isti cinayət anında verilsəydi, hər kəs başa düşərdi ki, pislik cəzasız qalmır. Əsl nizam kağızlardakı maddələrdə deyil, şərin boğazından anında yapışan o isti ədalətdə qurulur. Fiziki hücumda sizə dəyən zərbənin təsiri anidir. Ona görə də qanun sizə həmin andaca özünüzü müdafiə etmək haqqı tanıyır. Ancaq qeyri-fiziki hücumda o zərbənin ağrısı illərlə, bəlkə də ömür boyu çəkir. Ləyaqətinizin alçaldılması, mənəviyyatınızın tapdalanması, həyat yoldaşınızın, qızınızın, uşaqlarınızın boynu bükük qalması, bunlar hamısı fiziki yaradan qat-qat dəhşətlidir. Qanunun ən böyük boşluğu buradadır. O mənəvi zərər çəkəni əks həmlə azadlığından məhrum edir. Qeyri-fiziki hücuma qarşı cavab verməyin qadağan olunması və məhdudlaşdırılması əxlaq düşmənlərinin azadlıq meydanına çevrilir. Bu halda qanun sizi deyil, sizə qeyri-fiziki hücum edən şəxsi sizin ədalətlilik qəzəbinizdən qoruyur. Sistem sizi yox, sizə hücum edəni sizdən sığortalayır. Qanunlar yalnız fiziki nəticələrlə maraqlanır. Halbuki bütün bəlalar düşüncədən, ruhun xərcəngindən başlayır. Bir qeyrətin və ya əxlaqsız bir qadının ömür boyu törətdiyi mənəvi cinayətləri tərəziyə qoysaq görərik ki, onların yaratdığı fəsadlar hissli bir adamın anidən atdığı yumruqdan və bıçaq zərbəsindən daha dəhşətlidir. Əlbəttə ki, mənəviyyata dəymiş ziyanı da siz ödəyə bilərsiniz. Amma bu əsasən yenə də deyirəm, elitar sinif üçün keçərlidir. Sadə vətəndaşlar bir söyüşə gelib şikayət eləmirlər. Bunu elədikləri təqdirdə onlar sürünürlər, onlar daha çox əziyyət çəkirlər və burada da sizə sübut lazım olur. Yəni onu deməliyəm ki, və ondan da əlavə hər hansısa bir qeyrətləri düşünün, onlar dəfələrlə gəzirlər. Heç kəs bir qeyrətliyə görə mühakimə olunmur. Amma kütlə tərəfindən, sistem tərəfindən əhaliyə, insanlara öz aralarındakı bir qeyrətin cəzasını anında vermək kimi bir şey təqdim, belə bir azadlıq verilsəydi, o qanuniləşdirilsəydi o həmləni həyata keçirmək, onda vəziyyət daha başqa olardı. Nəysə, ailəni dağıdan, ərini yoldan çıxaran bir küçə qadınına verilən cavab qisas deyil, müdafiə həmləsidir. Bir qeyrət başqa qadınlara etdiyi əxlaqsızlığı dostlar arasında fəxrlə danışırsa və o adamın hələ də salamı alınıb verilirsə, həmin insanlar Allahdan heç vaxt kömək gözləməsinlər. Bilin ki, haqqınızı yeyənin, namusunuza toxunanın və ya sizə birbaşa ziyanı olmasa belə, ətrafdakı hər kəsə zəhər saçan bir adamın rahatca gəzməsinə icazə vermək, qanun bilər, Allah bilər deyib kənara çəkilmək, Allahın sənə verdiyi özünü müdafiə haqqını tapdalamaqdır. Belə olan halda sən Allahdan heç bir haqq tələb eləyə bilməzsən. Çünki sənə verilən şərəf qalxanını öz əlinlə yerə atmısan.